İvan Bunin. Son görüş. Aydın bir payız axşamı. Hava rütubət və soyuq idi. Streşnev əmr etdi, atı yəhərləsinlər. Ay işığı mavi tüstü şırımı kimi qaranlıq tövlənin balaca uzunsov pəncərəsinə düşür, yabının gözü əlvan daş kimi parıldayırdı. Mehdər yüyəni atın başına keçirtdi. Ağır, hündür kazak yəhərini belinə qoydu, cilovundan tutub tövlədən çıxartdı, quyruğunu düydü. At hərəkətsiz, dinç dayanmışdı. Lakin tapqırın sıxıldığını hiss eləyəndə qabırğalarını şişirdib dərindən köksünü ötürdü. Tapqırın biri qopmuşdu. Mehdər onu tokkaya çətinliklə keçirib dişi ilə dartdı. Quyruğu kəsik yabı yəhərin altında yaraşıqlı görkəm aldı. Mehdər atı çəkib evin yanına artırmaya yaxın gətirdi. Cilovu çürük dirəyə bağlayıb getdi. At dirəyi sarı dişləri ilə xeyli didişdirdi. O bəzən qaşqabağını tökür, fınxırırdı. Böyründəki gölməçədə ayın yaşıla çalan işığı əks olunurdu. Seyrək bağa açıq duman çökürdü. Streşnev əlində qamçı artırmaya çıxdı. Donqar burun, başını dik tutmuş, qayış baldır, enli kürək Streşnev uca boy qıvraq idi. Qəhvəyə çuxa geymiş, nazik belinə gümüş naxışla qayış bağlamış, başına təpəsi qırmızı kazak papağı qoymuşdu. Elə ay işığında da görünürdü ki, onun küləkdən qarsalanmış sifəti solğundu. Cod tühlü qıvrım saqqalı çallaşmışdı. Boynunun damarları qabarmışdı. Uzun boğaz çəkmələri köhnə idi. Çuxasının ətəklərində çoxdan qurumuş dovşan qanının qara ləkələri gözə çarpırdı. Artırmanın yanındakı qaranlıq pəncərədə nəfəsliyi açıldı. Kim isə ürkəkliklə soruşdu. Andreyuşa, sən hara yollanırsan? Qaşqabağını töküb cilovdan yapışan Streşnev dedi. Mən uşaq deyiləm, anacan. Nəfəsliyi örtüldü. Amma dəhlizdə qapı çırpıldı. Lətləşmiş, gözləri şişmiş Pavel Streşnev başmaqlarını şappıldada qapının ağzına çıxdı. O ağ saçlarını geriyə daramışdı. Tuman köynəyin üstündən köhnə yay paltosu geyinmişdi. Həmişə olduğu kimi yenə də sərməs və naqqalı idi. Kişi xırıltılı səslə soruşdu. Sən hara gedirsən, Andrey? Xahiş eləyirəm, Vera Alekseyevnaya məndən səmimi salam yetirəsən. Mən ona həmişə dərin hörmət etmişəm. Streşnev cavab verdi. Sən kimə hörmət edə bilərsən? Bir də ki, sən həmişə lazım olmayan yerə burnunu niyə soxursan? Pavel dedi. Günahkaram, müqəssirəm. Tələsir cavan oğlan vədə verdiyi görüşə. Streşnev dişlərini qıcayıb atın belinə qalxmağa hazırlaşdı. Ayağı üzəngiyə toxunan kimi yabı cövlana gəldi. Ağır-ağır fırlandı. Streşnev məqam tapıb çevikliklə qalxaraq cırıldayan yəhərə əyləşdi. Yabı başını dik tutdu. Gölməçədəki ayı dırnağı ilə parçalayıb yorğa yerişlə irəli cumdu. Ay işığına qərq olmuş rütubət tarlalarda, mərzlərdə yoxşan ağarırdı. İri qanatlı bayquşlar mərzlərdən səssiz, qəfildən havaya qalxırdılar. Ona görə də at fınxırır, büdrüyürdü. Yol ay işığından və qrovdan ölgünləşmiş xırda ağaçlı meşədən keçirdi. Ayın parlaq və sanki yaş şüaları arabir çılpaq ağaçların təpəsinə düşürdü. Çılpaq budaqlar onun nəm parıltısına cumub əriyirdi. Ətrafa ağca qovaq qabığı və yarğanlarda çürüyən yarpaqların acı qoxusu yayılırdı. At sanki xəfif ağ buğa bürünmüş sonsuz biçənəklərin arasına indi. Koluqların arasından keçən atın da nəfəsindən buğ çıxırdı. Dırnaqlarının altında xırtıldayan quru çırpının əks sədası dağın döşündə qaralan o taydakı uca meşədən eşidilirdi. Birdən yabı qulaqlarını şəklədi. Seyrəkçən bürümüş biçənəklərin ayrıcında iki zırpı, boynu yoğun, ayaqları nazik canavar dayanmışdı. Streşnev onlara yanaşa-yanaşa canavarlar yerlərindən qopub qrovdan ağarmış, ay işığında parıldayan otların arasıyla dağa qaçdılar. Streşnev başını qaldırıb aya baxa-baxa dilləndi. Əgər o bir gündə qalsa necə olacaq? Ay sağ tərəfdə gümüşə çalan duman çökmüş biçənəklərin üzərində dayanmışdı. Kədər doğuran payız mənzərəsi, gözəllik.
Yaba gücənə-gücənə, fınxıra-fınxıra, yağış sularını yuyub, gələ kötürləşdirdiyi yolda əmələ gəlmiş dərin dərə ilə sıx, hündür meşəyə qalxırdı. Heyvan birdən elə büdrədi ki, az qaldı yerə sərilsin. Streşnev qəzəblə üz-gözünə idi. Var gücü ilə şallağı atın belinə ilişdirdi. O, bərk əks-səda verən meşədə qəmli-qəmli, qeyzlə qışqırdı. Ay murdar qoca köpək. Meşədən çıxanda boş zəmilər göründü. Yamaçda qaralan, qarabaşaq köşkənliyi arasında yoxsul bir malikanə, bəzi köməkçi binalar, üstü küləşlə örtülmüş ev göründü. Bütün bunlar ay işığında nə qədər də kədərli görünürdü. Streşnev atın başını çəkdi. Bütün ətrafda elə dərin sükut hökm sürürdü ki, elə bil çox gec idi. Sanki gecədən xeyli keçmişdi. O atı həyətə sürdü. Ev qaranlığı idi. Streşnev cilovu buraxıb yəhərdən yerə atıldı. At başını itəyatkarlıqla sallayıb yerindəcə dayanmışdı. Qoca Tula çənəsini pəncələrinə dayanmış, qıvrılıb artırmada yatmışdı. Tula yerindən qımıldanmadı. Yalnız qaşlarını qaldırıb baxdı. Quyruğunu yerə döyə-döyə gələn adamları salamladı. Streşnev dəhlizə daxil oldu. Bura kiçik ambardan köhnə ayaq yolu qoxusu yayılırdı. Dəhliz toran idi. Soyuqdan tərləmiş şüşələr qızıl rənginə boyanmışdı. Qaranlıq dəhlizdən al rəngli nazik kapot geymiş balaca bir qadın yüyürə-yüyürə onun qarşısına çıxdı. Streşnev başını aşağı saldı. Qadın onun arıq boynunu çılpaq qolları ilə cəld və bərk-bərk qucaqladı. Başını kişinin çuxasının cod mahuduna dayayaraq sevinə-sevinə için-için ağladı. Qadının uşaq qəlbi kimi çırpınan qəlbinin döyüntüsü eşidilirdi. Hiss olunurdu ki, sinəsində balaca xaç vardır. Bu, onun nənəsinin qızıl xaçı, qadının son sərvəti idi. Qadın cəld pıçıltı ilə soruşdu. Sən sabah kimi qalacaqsan? Qalacaqsan? Mən belə saadətə nail olacağıma inanmıram. Streşnev onun qollar arasından çıxıb dedi. Vera, mən gedim atı rahatlayım. O sabaha kimi deyə əlavə edib düşündü. Aman Allah, onun məhəbbəti gündən-günə artır, coşqunlaşır. Özü də nə çox papiros çəkir, nəvazişlərinin də həddi-hüdudu yoxdur. Vera'nın çöhrəsi pudradan zərifləşmiş, incələşmişdi. O yanaqlarını ehmallıca Streşnevin dodaqlarına sürtür, sonra yumşaq dodaqları ilə onun dodaqlarını bərk-bərk öpürdü. Xaç qadının açıq döşündə parıldayırdı. Qadın lap nazik köynək geyinmişdi. Bu, onun üçün ən qiymətli, yeganə köynək idi. Onu ən vacib, təntənəli dəqiqələr üçün qoruyub saxlayırdı. Streşnev Vera'nın cavan, qızlıq illərini xatırlamağa çalışaraq düşünürdü. Mən möhkəm sürətdə bilirdim. 15 il bundan əvvəl necə də möhkəm sürətdə əmin idim ki, onunla bircə dəfə görüş üçün bir dəqiqədə tərəddüd etmədən həyatımın 15 ilini qurban verərdim. Dan yeri ağaranda döşəmədə yatağın yanında şam yanırdı. Əynində şalvar, yaxası açıq köynək olan uzun Streşnev əllərini boynunun ardına qoyub təkəbbürlə arxa üstə uzanmışdı. Onun balaca donqar burun sifəti toranda seçilmirdi. Vera qollarını dirsəklərinə dayayıb Streşnevin yanında oturmuşdu. Onun parıldayan gözləri qızarmışdı. Ağlamaqdan gözləri şişmişdi. Qadın papiros çəkə-çəkə mənasız baxışlarını yerə dikmişdi. O qıçını qıçının üstünə aşırdı. Bahalı, yüngül başmaq geymiş balaca ayaqları özünün çox xoşuna gəlirdi. Lakin qəlbini sızıldadan ağrı ona bərk əzab verirdi. Qadın yavaşdan dedi. Mən hər şeyi sənə qurban verdim. Onun dodaqları yenə titrədi. Onun səsində misilsiz bir şəfqət, mehribanlıq vardı. Uşaqcasına kədər səslənirdi. Lakin Streşnev gözlərini açıb laqeydliklə soruşdu. Sən nəyi qurban veribsən? Hər şeyi, hər şeyi. Hər şeydən əvvəl namusumu, gəncliyimi. Biz səndən Allah bilir nə qədər cavanıq. Qadın nəvazişlə dedi. Sən necə də qaba hissiz adamsan. Bütün dünyada arvadların hamısı eyni şeyi təkrar edirlər. Ən çox sevdikləri, xoşladıkları sözü müxtəlif şəkildə ifadə edirlər. Əvvəlcə məftunluqla, vəcdlə sən nə qədər ağıllı, həssassan,
Sonra da sən necə də qaba hissiz adamsan. Qadın Strejnevin dediklərinə qulaq asmırmış kimi ahəstə ağlaya-ağlaya sözünə davam elədi. Qoy olsun, məndən adam olmadı. Hər şey boşa çıxdı. Lakin mən musiqini sevirdim. Özüm də bütün varlığımla sevirəm. Az da olsa müvəffəqiyyət qazana bilərdim. Boşla bu musiqini. Sən musiqini sevmirdin. O Podarski meydana çıxan kimi kobud danışırsan, Andrewşa. Amma indi mən miskin bir piyanosuyam. Özdə harda? Həmişə məndə nifrət oyadan o lənətə gəlmiş şəhərdə. Məgər mən indinin özündə də mənim üçün rahatlıq, ailə yarada biləcək, məni sevib şəxsiyyətimə hörmət edə biləcək bir adam tapa bilməzdimmi? Lakin bizim sevgimizin xətrinə. Strejnev papiros yandırdı. Sözləri aram-aram, kəlmə-kəlmə ifadə edərək dedi. Vera, biz zadəgan nəsliyik. Sadəcə sevməyi bacarmırıq. Bu bizim üçün zəhərdir. Həm də ki, özünü məhv etmiş adam sən deyilsən, mənəm. 15-16 il bundan əvvəl mən bura hər gün gəlirdim. Özüm də sənin evinin kəndarında gecələməyə də hazır idim. O zaman mən hələ cocuq idim. Məftun olmuş, zərif qəlbli bir axmaq. Papiros söndü. Strejnev onu kənara atıb əlini yanına saldı. O gözünü zilləyib tavana baxırdı. Dədə-babalarımızın sevgisi, onların göy kağızı, qızılı kağızla haşiyələnmiş oval çərçivələrdəki şəkilləri. Hurinin, Samon və Avivin sürətləri. Bunlar bizim qədim ailələrimizin himayəkarları idilər. Bütün bunlar kimin üçün müəyyən edilmişdi? Məgər yalnız səninlə mənim üçün deyildimi? Mən o vaxt şeir yazırdım. Bu bağda sevişən, burada qoşa gəzən sevgililəri yad etdim gözəlim səni anarkən. Onların başının üstündə yanan uzaq ulduzları düşünürdüm mən. Strejnev Veraya baxıb daha kəskin danışmağa başladı. Sən nə üçün baş götürüb getdin? Özdə kimlə getdin? Öz nəslindən, öz tayfa tifağından ayrıldın. O dirsəklənib qəzəbdən parıldayan gözlərini qadının qara, quru saçlarına zillədi. Mən sənin haqqında məftunluqla, ehtiram hissi ilə həmişə ancaq öz arvadım haqqında düşünən kimi düşünürdüm. Bəs bizim ulduzlarımız nə vaxt barışdı? Sən mənim üçün kim oldun? Məgər mənim arvadım oldun? Halbuki gənclik, sevinç, məsumluq, təmiz qəlb, qarayağınız yanaqlar, yan-yaxa batis köynək var idi. Hər gün sizə gəlib sənin də yüngül, təravətli batis donunu görmək istəyirdim. Gündən və dədə-babalarımızın qanından qaralmış olan çılpaq qollarına, sənin parıldayan tatar gözlərinə, məni görməyən gözlərinə tamaşa etmək istəyirdim. Qəlbim sənin kömür kimi qara saçlarına sancılmış sarı çiçəyi, qızıl gülü, sənin o zamanki sarsaq, bir növ heyrətlənmiş, lakin məlahətli təbəssümünü görmək eşqi ilə çırpınırdı. Yadındadırmı, sən hətta başqası haqqında düşünərək riyakarlıq edir. Bağın cığırında məndən uzaqlaşa-uzaqlaşa özünü elə göstərirdin ki, güya kriket şarını deyirləndirirsən. Mən sənin bu hərəkətinə də məftunluqla tamaşa edir, sənin eyvanda dayanan ananın təhqir edici sözlərini eşidirdim. Bütün bunlar məndən ötürü. Vera çətinliklə dedi. Bütün bunların təqsiri məndə deyil, ondadır. Yox. Yadındadırmı birinci dəfə Moskvaya necə yollanırdın? Yığışa-yığışa, fikri dağınıq halda. Nə isə oxuyurdun. Sən onda məni görmürdün. Öz fikir və xəyallarınla məşğul idin. Öz xoşbəxtliyinlə. Xoşbəxt gələcəyinə inanırdın. Mən at belində sizi yola salırdım. Aydın soyuq bir axşam idi. Hər tərəfi yaşıllıq bürümüşdü. Gövşənlik çəhrayı rəngə boyanmışdı. Vaqonun açıq pəncərəsinin pərdəsi də çəhrayı rəngə boyanmışdı. Strejnev ah deyə qəzəblə səslənib göz yaşı axıda-axıda yenə yastığa uzandı. Sənin göyərçin otu ətri saçan əlinin qoxusu mənim də əlimdə qalmışdı. Bu qoxu cilovun, yəhərin, at tərinin qoxusuna qarışmışdı. Amma mən onu hələ də hiss edirdim. Şahrahda, Alatoranda at belində gedə-gedə ağlayırdım. Hər şeyi, bütün həyatını qurban verən olubsa, bu cür qurbanı mən vermişəm. Mən köhnə əyyaş. Yanaqlarından, bığlarından axıb tökülən duzlu və isti göz yaşlarını dodaqlarında hiss edən Strejnev ayaqlarını yataqdan sallayıb otaqdan çıxdı. Ay batmaq üzrə idi.
Enişli tarlaların üzərinə çökmüş ağ, dağınıq, duman göyə çalırdı. Uzaqlarda, dumanlıqdan o tərəfdə dan yeri qızarırdı. Xeyli aralıda, qaralmış soyuq meşədə, gözətçinin dəhlizində xoruz banlayırdı. Ayaqlarında corab, başmaqsız Streşnev artırmanın pilləsində oturdu. O hiss edirdi ki, nazik köynəyinin altında bütün bədənini soyuq rütubət bürümüşdür. O yavaşdan nifrətlə dedi. Sonra əlbəttə ki, rollar dəyişdi. İndi bunun fərqi yoxdur. Bu əhvalatın sonudur. Onlar səhər çağı soyuq dəhlizdə böyük bir sandığın üstündə krendellərlə çay içirdilər. Sandığın üstündəki samavar çirkli idi. Yaşıl rəng almışdı. Özü də çoxdan sönmüşdü. Pəncərəni bürümüş soyuq tər yuxarı şüşədən aşağı süzülürdü. Şüşədən şaxtalı şəhərin gün işığı görünürdü. Bir də bəzi yerlərində salamat qalmış solğun yaşıl yarpaqlı əyri-üyrü ağac. Yatmaqdan şişmiş ayaqyalın sarışın qız içəri girib dedi. Mitri gəldi. Streşnev başını qaldırmadan dedi. Gözləyər. Vera da başını qaldırmadı. Bir gecədə onun çöhrəsi arıqlamışdı. Gözlərinin altında və göz bəbəklərinin ətrafında qəhvəyi ləkələr əmələ gəlmişdi. Qara paltarda o cavan və gözəl görünürdü. Saçları qara olduğu üçün üzündəki pudra çəhrayıya çalırdı. Streşnevin arıq, sərt sifəti tamam solğun idi. Çallaşmış saqqalının cod tükləri arasından böyük xirtdəyə irəli çıxmışdı. Alçaqda dayanan günəşin şüaları gözləri qamaşdırırdı. Otun üstü şaxtadan buz kimi ağarmışdı. Həyətə səpələnmiş, göyümtül yaşıl rəngli balıq qulağı kimi kələm yarpaqlarına da elə bil duz səpilmişdi. İçi küləşlə dolu arabanı artırmanın yanına çəkmiş, qalay rəngli gözləri olan, damağında tüstülənən çubuq tutmuş mujik arabanın ətrafına dolana-dolana qırov basmış küləşi qarışdırırdı. Onun çiyninin arxasından bənövşəyi tüstü qalxırdı. Vera artırmaya çıxdı. Onun əynində bahalı və nazik, lakin artıq modadan düşmüş köhnə şuba var idi. Başına cod, sarımtıl atlas rəngli çiçəklər sancılmış, qara həsir yağ şlyapası qoymuşdu. Streşnev onu kəndarası yollarla Şahraha qədər ötürdü. O atın belində arabanın dalınca gedirdi. Yavu başını küləşə uzadırdı. Streşnev onun sifətinə şallaq ilişdirir, yavu başını qaldırıb ağır-ağır fınxırırdı. Onlar addımla gedir, dinmirdilər. Onların arxasınca Streşnevin dalınca düşmüş qoca malikanə tulası qaçırdı. Alçaqda dayanan günəş yeri qızardırdı. Səma aydın idi, ürəkaçan idi. Şahrahın yanında mujik qəfildən dedi. Xanım qız, mən yayda öz oğlumu yenə sizin malikanəyə gətirəcəm. Mən onun yenə sizdə çoban olmağını istəyirəm. Vera utana-utana gülümsəyərək dönüb geri baxdı. Streşnev papağını çıxartdı. Yəhərdən əyildi. Qadının əlindən tutub xeyli öpdü. Vera dodaqlarını onun ağaran gizgahına dayayıb yavaşdan dedi. Salamat qal, əzizim. Mənim haqqımda pis fikirdə olma. Şahraha çıxanda mujikin arabasının təkərləri taqqıldadı. Atı yurtma sürdü. Streşnev öz atının başını döndərib mərzlərin arası ilə geri qayıtdı. Qızaran tarlaların arasında aydın görünən tula onu uzaqdan müşayiət edirdi. Streşnev atın başını çəkib tulanı şallaqla hədələdi. Tula da dayanıb şöngüdü. O sanki soruşurdu. Bəs mən hara gedim? Streşnev atı tərpədən kimi yenə asta-asta onun dalınca qaçırdı. Streşnev gözünün qarşısında uzaq stansiyanı, parıldayan reysləri, cənuba sarı hərəkət edən qatarın tüstüsünü canlandırdı. Onun enmiş olduğu bəzi yerləri daşlı, çılpaq biçənəklərdə hava isti idi. Heç bir səs-səda eşidilməyən payız günü təmiz mavi səma altında nura qərq olmuşdu. Boş tarlalar üzərində yarğanlar, bütün nəhəng Rus çölü üzərində əzəmətli bir sükut hökm sürürdü. Qanqalların və şalğamın pambıq kimi yumru tüyləri havada aram-aram süzürdü. Şalğamlara payız bülbülləri qonmuşdu. Onlar bütün gün beləcə oturacaq, yalnız ara bir yerdən başqa yerə uçaraq öz sakit, gözəl, xoşbəxt güzəranlarını özləri ilə birlikdə aparacaqlar.